Gürcü xəngəlidir. Hava qarlıdır, yağışlıdır. Eləyirik Gürcü xəngəli. Ətimiz hazırdır. İçində deməli qoyun əti, mal əti, çəkilmiş soğan, bir də keşniş, 2 stakan yarım da sudur. Sulu olmalıdır. İçi soku olsun. Bunu bir koyuruq. Bükdük. Koyuruq. Xəmir hardasa 3 santimetr qalınlığında olmalıdır. Yəni nazik xəmir olmaz ki, içi açılmasın, dağılmasın. Yoxsa içi dağılar, onda da səliqəsiz pis görsənər də. Hər dəfə də belə qarışdırırsan, hər dəfə. Belə suyu, soku hamısı qarışır. Ona görə ki, ailəm üçün, özüm üçün hazırlayıram. Mən bunu satdıq, hazırlamıram. Öz yeməyimizdir. Sadəcə paylaşım.